Mən kimi startap başlayınca pul fikirləşmirlər. Yəni sadəcə bu bizdə biləsən var ki, Pul qazanır. pul qazanır. Məsəl üçün bir şey edirlər, məsələn hansısa bir balaca bir mağazin olsun və ya hansısa bir kiçik bir biznes açılır. Görürsən bir aydan sonra mən aya məsələn 4 rəqəmli bir qazanc edə bilərəmmi? Kəmiyyətə fokuslan, keyfiyyətə fokuslansaq məncə bu qədər olmaz. O keyfiyyətə fokuslanda o biraz tələskənlik hissi yaradır ki, mən bu gəliri əldə edim. Çünki motivasiya gəlir olanda bilmirəm, həmin layihə öz artıq məqsədindən kənarlaşır. Yəni startap o gəliri qazanmalıdır. Bəli. O mümkün qədər artıq MVP periodu. Bir ay sonra yoxdur. O MR təbii ki, bir ay sonra mümkün deyil. O sistemi develop eləmək lazımdır. Yəni IT-şnik onu necə develop eləsin bir aya? Həm də mən onu harda testini bir ay içində user almalıyam, mümkün deyil. Hə, prosta bizdə bir də belə bir şey var ki, məsələn, tutaq ki, startap bir balaca uğurlu oldu, pulu qazanmağa başladı. Məsələn, ayda 100 manat kar var da, net profit var. Öldü söhbət. Update qalır. Hə, yəni vəsədə qurtardı. Ayda 100 manatını qurtardım, sonra da getdim bir dənə korporativ iş. Burada da ayda 100 manat, onsuz da 3 ay sonra ölür. Oradan da aya 100 manat fond yaşayacaq. Hə, yəni bu 100 manat onsuz da 2 ay sonra öləcək. Yəni artıq gəlməyəcək. Sən o pulu götürüb yenidən bootstrap eləməlisən özünü inkişaf elətdirmək üçün. Yəni imperiyaların davamlı olması üçün sadəcə bir dənə şərt var: durmadan işğallara davam eləmək. Bəli. Yəni Roma imperiyası da bunun üçün dağıldı. Osmanlı imperiyası da Sultan Süleyman Qanunidən sonra çiçəklənmə dövrünə, lalə dövrünə girdi. Yəni bu belədir. Startap da belədir. Sən o bootstrappingə durmadan sistemi update eləməyə və qlobal aclığın olmalıdır. İnvestorun axtardığı budur. İnvestora gedib desən ki, nə bilim, hə mən bir dənə startapım var, istəyirəm ki, məsələn deyirəm, Şəmkir rayonu üçün uyğundur. Yəni investor üçün çox da maraqlı olmayacaq da. Mən istəyirəm ki, pulumu qoyum ortaya və pulum dəyərlənsin.